Salam, hörmətli valideynlər. Aktiv uşaq problemdirmi? Bir çox valideyn fikirləşir ki, evdə övladının biri çox aktivdir, hərəkətlidir, durmadan danışır, hərəkət edir, bizi bezdirir. Və bəzən valideynlər fikirləşirlər ki, övladımızın bu cür aktiv olmağı irəliyə doğru onun üçün problem olacaqdır. Necə problem? Dostları olmayacaqdır, dostları buna incidəcəkdir. Deyəcəklər, sən çox danışırsan, sən beləsən. Fərqli-fərqli xüsusiyyətlər, fərqli-fərqli davranışlarla övladımızı incidəcəyini düşünürük. Gəlin görək, elmi araşdırmalar, alimlər bu cür aktiv uşaqlar üçün nə deyir? Tanınmış alimlərdən Mary Rothbard və Alexander Thomas kimi alimlər belə bir nəticə gəlib ki, bu cür aktiv uşaqların dünyaya gəlişi yüksək enerji ilə dünyaya gəliblər. Ona görə də bu enerjinin qarşısını almaq olmaz, bunu düzgün yönləndirmək lazımdır. Misal üçün, əli aktivdir, durmadan hərəkət edir, danışır, valideynlər deyir ki, sussa yaxşı olardı, başımız ağrıdı, bu qədər uşaq danışmaz. Amma o uşaq enerjisini çıxartmağı bacarmalıdır, onu çıxartmaq istəyir. Bunun üçün valideynə böyük bir iş düşür. Övladının fərqli-fərqli sahələrə yönləndirməlidir. Misal üçün, futbol açıq sahədə oynanılır. Onu o cür yerlərə aparıb, enerjisinin çıxmasına təkan vermək lazımdır. O uşaq öz bacarığını ortaya qoysun. Belə olan təqdirdə görəcək ki, irəliyə doğru bizim aktiv deyib, narahat olduğumuz bu uşaq özünə peşə seçərkən, hər hansı bir peşə ilə məşğul olarkən, yüksək səviyyədə keyfiyyət əldə etdim. Unutmayın, hörmətli valideynlər, alimlər qeyd edirlər ki, aktiv uşaqlar problem deyil. Sadəcə olaraq onu başa düşmək lazımdır, onu düzgün yönləndirmək lazımdır. Əgər biz valideyn olaraq onu başa düşsək, onun istiqamət sahəsini düzgün müəyyən edə bilsək, onun rahatlığı üçün böyük bir addım atmış olacağıq. Əgər bunun tam tərsini etsək nə olacaqdır? O uşaq öz enerji içərisində qalacaqdır, artıq onda fərqli xarakter formalaşacaqdır və bütün bunlardan da ilk öncə valideyn olaraq biz narahat olacağıq. Nə etmək lazım? Övladımızın aktiv olmasına sevinməliyik, sadəcə olaraq onun başını qatacağı, enerjisini çıxara biləcəyi sahələrə yönəltmək lazımdır ki, o uşaq öz xarakterini ortaya qoysun. Çünki uşaqdakı qabiliyyətləri kəşf etmək valideynin ən birinci vəzifəsidir. Belə olan təqdirdə uşaqlar düzgün istiqamətdə gedəcəklər və o aktivlik də onun xeyrinə yönələcəkdir. Unutmayın, əziz valideynlər, övladımızı kəşf etmək, övladımızın xarakterini bilmək bizim borcumuzdur və onu bildikdən sonra